Bayram tədbirində rayon icra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edirdilər. Şənlik iştirakçıları əvvəlcə Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq Rəssamlıq Məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi, eləcə də milli mədəni irsimizlə tanış oldular. Dədə Qorqud qədim saz havasının müşayiəti ilə Novruz şənliyinə toplaşanlara xeyir-dua verdi və ardınca bayram tonqalı alovlandırıldı. Haqq yandıran çırağını sönməsin, gələn Novruzun ayağı sayalı olsun. Çıxış edən Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov şənlik iştirakçılarının və bütün Lənkəranlıların Novruz bayramını təbrik etdi. Hamıya ən xoş arzularını çatdırdı. 2014-cü ilin baharının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayaraq bildirdi ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun. Hər bir evə, ailəyə xeyir-bərəkət, əmin-amanlıq, nur nəsib etsin. Ardınca musiqi sədaları altında Bahar qızı, Kosa və Keçəl faytonda meydana daxil oldular. Rayonumuzun incəsənət ustaları, bədii öz fəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini nümayiş etdirdilər. Cəngi səsləndirildi, idmançılar ağırlıq qaldırma bölməsində, kəndir dartma oyunlarında güclərini sınadılar. Tonqalın ətrafında şənlik iştirakçıları kütləvi rəqs etdilər. Bahar və Novruza həsr olunmuş mahnılar səsləndi. Məhəmməd Rzayev, İmran İqbaloğlu, Lənkəran.